Salam dostlar, bu videoda fizika yetkiyi blok imtihanında olan 30 vacib sualini izah edeceğim. Videoya keçməzdən əvvəl əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videoları aşağı yazmayı unutmayın. O zaman başlayaq. Demək ki, önce birinci sualımız 31-ci sualdan başlayaq. Mənbələrdən hansı diri süni işıq mənbəyidir? Biz bilirik ki, süni işıq mənbəyi insanlar tərəfindən yaradılan işıq mənbəyidir. Yəni burada ulduz, şimal paltısı və ildırım bunlar insanlar tərəfindən yaradılmayıb, amma burada yanaşan bu süni işıq mənbəyidir. Çünki bu insanlar tərəfindən yaradılıb. Ona görə burada cavabımız olacaq Y variantı. İndi keçək növbəti suala. Növbəti sualımız 12-ci sualdan biri. 1 kilonewton bölü metr olan yay və alan cisim hamur reaksiyada yay potensial zaman asılı qrafikinə əsasən cismin 4 saniyə müddətinə getdiyi yolu ilə hesablayın. Biz ilk öncə burada baxırıq nəyə? Burada ya potensial bunun maksimal qiyməti, çünki bu maksimalda başlayır. Ona görə ya potensial bərabərdir maksimal qiymət, yəni burada tam enerjiyə bərabər olmuş olur. Və bunu başqa cür biz nə cür yaza bilərik? Kxmin kvadrat bölü 2 şəklində yaza bilərik. Kxm kvadrat bölü 2 nəyə bərabərdir? 1/8. Ona görə belə yazıram. Deməli, Kxmin kvadratı bölü 2 bərabərdir neçəyə? 1/8 var. Buradan hemen x'mi tapmış olsam x'm bərabərdir 2 vura 1/8 bölünsün içə K'nın özünə. İndi buradan baxıram mən nəyə? K bizə nə qədər verir burada? K bərabərdir 1 kilonewton, yəni 1000. Mən onu da belə yazıram. Demək 2 1/8 vuranda 3.6 bölünsün içə 10/3. Bu da bizə verir neçə? Deməli kök altında 36 və 10⁻1 bölünsün 10/3. Bu da deməli kök altı 36'dan 6 çıxır. Bu da gedir qalır 10⁻4. Buradan da çıxır 10⁻2. Yəni 0,6 metr. O da bərabərdir 0,10 daha doğrusu 6 santimetr. Bunu buradan tapdıq və bizə soruşur ki, burada neçə metr yol gedər? Yolda hesablamaq üçün biz burada nə edirik? Amplituda bir hesablayırıq. Yəni burası 1 amplitud, burası 2, burası 3, burası 4 amplitud. Deməli 4 amplitud qədər gedir. Yəni S bərabərdir 4xm. 4xm o da bərabərdir 4 vurulsun 6, o da bərabərdir 24 santimetr. Deməli cavabımız olacaq neçə? 24 santimetrə bərabər olmuş olacaq. Yəni burada cavabımız olacaq B variantı. İndi keçək növbəti suala. Növbəti sual 33-cü sualdan davam edək. Eleven diaqramına uyğun bətən müəyyən edin. Müstəva və kondensatın biri sabit gərgin mənbəyinə qoşulmuş. Digəri yüklendikdən sonra mənbədən ayrılmışlar. Hər iki kondensatın lövhələr arasındakı məsafəni azaltdıqda nə baş verir? Bizdən bunu soruşur. İlk öncə bizə burada deyir ki, məsafəni azaltdı. Yəni burada D azalır, məsafə azalır. İndi biz ilk öncə bilir ki, sən nədir? Tutum. Epsilon 0 S bölünsün D'dir. Yəni qısaca məsafə azalsa tutum da D'dən tərs asılıdır. Yəni ona görə məsafə azalsa tutum artacaq. Və tutum da səbəbdə epsilon 0 S bölünsün D olduğundan bu hər ikisində də eynidir. Ona görə elektrik tutum artar. Bu hər ikisinə gedəcək. Bunu buradan bildik. İndi yük artır deyir. İlk öncə baxıram görüm mənbəyə qoşulmuş sözü varsa U bərabərdir konstantdır, U bərabərdir konstantdır. Amma mənbədən ayrılmışdırsa bu artıq Q bərabərdir konstant olur. Bunu buradan bildik. İndi yük artırsa Q bərabərdir SU-da, elə deyilmi? Əgər mənbəyə qoşulsa U konstantdır və tutum artırsa deməli Q da artmış olacaq. Ona görə deməli Q artar, yəni yük artar, bu gedəcək 2-yə. Buraya yazdıq 2. Sonra lövhə arasında gərginlik deyir azalır. Gərginlik də mənbədən ayrılmış olur. Niyə? Çünki U bərabərdir Q bölünsün S-dir. Mənbədən ayrılırsa Q konstantdır və tutum artırsa gərginlik azalmış olur. Ona görə 3 gedəcək buraya. 3 yazılır buraya. Sonra deyir ki, enerji nədir? W bərabərdir. Məsələn, S kvadrat bölünsün 2 yazaq. Biz ilk öncə bilirik ki, əgər gərginlik sabitsə və tutum artırsa, deməli enerji də artır. Və bu da nə zaman artır? Mənbəyə qoşulsa. Ona görə 4 də gedəcək buraya. Yəni birincisini. Enerjisi azalır. Enerjisi nədir? Enerji də W bərabərdir Q kvadrat bölünsün 2S-dir. Bu üsulda yaza bilərik. Bizə bir ki, mənbədən ayrılırsa Q konstantdır və S artırsa W da S-dən tərs alsın. Ona görə W da azalmış olacaq. Yəni enerji azalır. Bu da gedəcək 5-ə. Yəni qısaca cavabımız olacaq 2, 4, 1, 3 və 5. İndi keçək növbəti suala. Deməli növbəti sualdan davam edək. Çəksiz ringin A nöqtəsi O dayaq nöqtəsinə nəzərən nə cür hərəkətlər bizdən bunu soruşur. İlk öncə burada baxırıq nəyə? Biz burada əslən qüvvə momentlər qaydasını istifadə edirik. Yəni qısaca deməli bu tərəfə təsir edən momenti hesablayaq. Deməli buna deyək biz M1. Deməli M1 bərabərdir F1 D1. Yəni F nə qədər? 9 Newton, D nə qədərdir? 2. Yeri yazılan 9 vurulsun 2. O da bərabər neçə? 18. Bunu buradan tapmış olduq. Sonra tapırıq bunu. Bunu tapanda nə edir? Buna deyil biz M2. M2-nə tapanda yəni F-yi, yəni həm bu linkə təsir edən bu qüvvəni vururuq D-yə, yəni məsafəyə. Deməli burada da hesablayanda deməli 6 və 3 nə qədər edir? 6 vurulsun 3, o da bərabərdir 18. Biz də bilirik ki, cismin sağ tərəfi istiqamətdə fırlanan qüvvələrin momentləri cəmi cismin sağ tərəfi əksi istiqamətdə fırlanan qüvvələrin momentləri cəminə bərabər olduğundan, yəni 18-18-ə bərabər olduğundan ona görə bu cisim sükunətə, yəni tarazlıqda qalmış olacaq və cavabımız olacaq burada
Y variantı. İndi keçən növbəti suala. Növbəti suala demək, deyir ki, kütləsi M10 sükunət vəziyyətindən sabit F qüvvəsi təsirlə hərəkət edir. Hansı qrafik cismin kinetik enerjisi getdiyi yoldan asılılığına uyğundur? Biz ilk öncə gəlin kinetik enerji düzsün yazaq. Kinetik enerji bərabərdir, Y kinetik bərabərdir, mv kvadrat bölünsün 2. Bunu buradan biz yazdıq, mv kvadrat bölü 2. Düz xətti bərabər tərcih hərəkət bölməsindən V-nin belə bir düzsü var. Kök altı 2AS. Onu olsun, hamımız bilirik. Və bu da nə zaman olur? Əgər cisim sükunət vəziyyətindən başlayır. Sükunət də biz bilirik ki, V0 bərabər 0-dır. İndi bunu biz kvadratı yüksəltək, V kvadrat bərabər də olduğuna şey 2AS-ə bərabər olmuş olacaq. İndi mən bu V kvadrat bərabər 2AS ifadəsini gəlib burada yerinə yazıram. Olur neçə? Deməli, M vurulsun 2AS bölünsün neçə? 2. 2-lər burada x sayıqdır, qalır burada MAS. MAS. Biz də bilirik ki, kinetik, yəni qısaca belə bir düz sanı, Y kinetik bərabərdir, Y kinetik bərabərdir, MAS. İndi biz burada bilirik ki, kinetik enerji yolla, yəni gedən yol, yəni S-dən nə cür asılıdır? Düz mütənasib olmuş olur. Yəni burada cavabımız olacaq neçə? B variantı olmuş olacaq. İndi keçək növbəti suala. Növbəti sualda biz sıxlıqla eyni və həcmlə V1 bərabər V2 bərabər 3 olan cisim və maya səthində üzür. Onlar tərəfindən arximedi qüvvələr arasında hansı münasibətdir doğrudur? Biz ilk öncə burada baxanıyıq. Sıxlıqlar eynidir. İlk öncə biz burada kütlə düzsün yazaq. M bərabərdir ρB. Biz bilirik ki, sıxlıq sabitsə MV ilə düz mütənasib asılı olmuş olur. Yəni qısaca bu V1 bərabərdir V idisə, bu V2 bərabərdir 3V idisə, onda belə çıxır ki, M1 bərabərdir M-dir. V2 də V-dən 3 dəfə çox olduğuna görə M2 ilə bərabərdir 3M-dir. Çünki MV ilə düz mütənasib asılı. Əgər sıxlıq sabitsə ki, burada da bizə verir sıxlıqlar eynidir. Sonra bunlar tərəfindən ağırlıq qüvvələrinə baxsa, deməli F ağırlıq 1 bərabərdir MJ-dir. Yazılır bura MJ. F ağırlıq 2 ilə nəyə bərabərdir? F ağırlıq 2 də 3 MJ-yə bərabərdir. Onda belə çıxır ki, və bizə də burada şərtlə deyib ki, bunlar deyir üzür. Əgər bunlar üzürsə, deməli ağırlıq arximed qüvvəsinə bərabərdir. Yəni qısaca F ağırlıq bir MJ-dirsə, bu da F arximed 1-ə bərabərdir. F ağırlıq 2 3 MJ-dirsə, bu da F ağırlıq 2-yə bərabərdir. Bunu buradan biz bildik. Yəni qısaca F ağırlıq 1 MJ-dir, F ağırlıq 2 3 MJ-dir. Deməli cavabımız olacaq F2 bərabərdir 3F1, yəni cavabımız olacaq C variantı. İndi keçək növbəti suala. Növbəti sualımızda deyir ki, fotoeffekt zamanı udulan fotonun tezliyi 8 və 13.4 Hz-dir. Cərəyan şəraitində katodla anod arasında gərginlikdən asılı qrafikinə görə elektronun katoddan çıxışını hesablayın. Deməli, çıxış işi ilk öncə biz gəlin fotoeffekt üçün enişləyin tənini yazaq. Deməli, H bərabərdir Y kinetik plus A çıxış. Bunu biz buradan yazır. Deməli, mən buradan A çıxış, yəni çıxış yeri tapmış olsam, H çıxılsın Y kinetik. Bunu biz buradan yazırıq. İndi burada H çıxılsın, Y kinetik nədir? Y usaqlayıcı. Bunu buradan yazırıq. Deməli, qısaca biz belə bir düstur alırıq. A çıxış bərabərdir. Deməli, H3 olsun Y usaqlayıcı. İndi burada baxın nəyə? H nə qədərdir? 6.6 vuraq 10-34. Deməli, yeni yazıram. 6.6 vuraq 10-34. Bunu buradan yazıram. Vurulsun. Sonra burada mü nə qədərdir? Müyə baxaq. Mü də bizə verib nə qədər? 8 10-14. Deməli, yeni yazıram 8 10-14. 8 vurulsun 13-14. Çıxılsın neçə? Y usaqlayıcı. Y 1.6 və 13-19'dur. Biz bunu buraya yazırıq. Çıxılsın. Bir də burada nə var? Usaqlayıcı. Usaqlayıcı da biz qrafikdən baxırıq. Görürük ki, qrafik xətti o oxu ilə 0.6 nöqtəsini kəsişirsin. Usaqlayıcı 0.6-ya bərabərdir. Ona görə yeni yazılır 0.6. Deməli, vurulsun 0.6. O da bərabər. Deməli, buradan alınır. Bunu buna vursaq, bunu buna vursaq. 5.28 vurulsun 13-19. Buradan alınır. Çıxılsın. Buradan da 0.96 vuraq. 13-19 da burada alınır. Bunlar da bundan çıxanda deməli, burada cavabımız neçə? 4.32 vuraq. 10-19 eləmiş olacaq. Və yaxud da ki, bunu bu cür yazmış olsaq 4.32 elektron volta. Deməli, cavabımız olacaq 4.32 elektron volt. Növbəti son adamı, qapalı keçici kontrol edilmiş səthdən keçən maqnit F bərabər 405-də V1 qanuna dəyişir. Deməli, burada deyir ki, bizə hansı qrafik bu kontrolda, yəni induksiya HGS modunun zaman asılına deyil uyğundur. Biz ilk öncə epsilon düzsün yazaq. Epsilon bərabərdir mənfi delta F bölünsün delta T-yə. Və biz buradan bir ki, bir kəmətin zamanı olan nisbəti bizə nə verir? Delta F-nin zamana uyğun olan törəməsi. Yəni mənfi delta F bölü delta T. İndi burada bizə modul dediyi üçün biz burada mənfini nəzərə almırıq. Ona görə biz bunu modul alırıq. Bunu da modul alanda buradan da neçə? Deməli, delta F-nin zamana görə törəməsi. İndi bizə burada delta F-nin nə qədər verib? 405. İndi biz bu 405-nin törəməsini alsaq, 405 T-nin törəməsi bərabərdir. Deməli, 4-dən çıxır 0, 5 T-dən çıxır 5. Deməli, cavabımız olacaq 5 və sabit kəmiyyət. Burada da cavabımız olacaq variantı. Növbəti sorumuz 39-cu sual adamı. Bir cisim maqnit səsini yerləşdirmiş 0.4 metr uzunluğu cəryanlı düz naqlə
təsir edən maksimal qüvvə 20 mN-dur. Naqildəki cərəyan şiddəti 5 amper olarsa maqnit induksiya vektorunun modulunu hesablayın. Maksimal qüvvə deyilsə biz buradan yazırıq F amper. Deməli, bir dəqiqə. Deməli, F amper yəni maksimal qüvvə bərabərdir IBL. Biz buradan B-ni tapmış olsa, yəni həm bu B kəmiyyəti, B kəmiyyəti bərabərdir, yəni maqnit induksiya vektoru F amper bölünsün I ilə. Və buradan da biz tapmış olsa, demək F amper yəni amper qüvvəsi nəyə bərabərdir burada deyir? 20 mN. Yəni yeni yazan nə? 20 vurulsun millidə 10 üstü mənfi 3 deyənə 10 üstü mənfi 3 yazan. Bölünsün I nə qədərdir? 5-dir. Yeni yazılan 5 vurulsun L nə qədərdir? 0.4. Baxaq, L bəli 0.4-dür. Deməli, buradan da tapırıq. Deməli 20 vurulsun 10 üstü mənfi 3 bölünsün 5 o 0.4 bu bizə 2 20 gedir, qalır burada 10. Deməli, bu da bizə burada qalır 10. Və buradan da tapırıq 10 vuraq 10 üstü mənfi 3. Bu da bizə verir nə qədər? Deməli 10 milli Tesla vermiş olacaq. Yəni cəmimiz olacaq burada 10 milli Tesla. O da hansı variantda var? B variantında var. 10 milli Tesla. Keçəndə növbəti sualımıza. Növbəti sualın daməyə, yəni 40-cı sualın daməyə 2W bölünsün I kvadrat ifadəsinin hansı fizik kəmiyyət təyin olunur? Bunu yazmaq üçün nə edirik? Öncə 2W bölünsün I kvadratı mən buraya yazıram. Və buradan da nə edirəm? Deməli 2 vuraq. Biz bir ki W maqnit enerjisi və maqnit enerjisi deməli E kvadrat bölünsün 2 üstə hesablanır. Bölünsün 2 burada da yazıram I kvadratı. Onda buradan 2 ixtisar gedir I kvadratlarda. Buradan ixtisar gedir, qalır burada L yəni induktivlik. Deməli cavabımız olacaq nə? Sadəcə induktivlik, yəni Y variantına bərabər olmuş olacaq. İndi keçək növbəti suala. Növbəti sualın 41-ci sualın daməyə doyan buxarın izotermik sıxılması zamanı onun kütləsi və sıxlığı nə cür dəyişər? Doyan buxar ilk öncə biz bilir ki, ideal qaz qanununa tabe deyil və izotermik sıxılma isə bizdə bir ki, izotermik sıxılmada Pn rho bunlar dəyişim olduğu kimi qalır. Yəni qısaca kütlə və sıxlıq dəyişməz olduğu kimi qalacaq. Yəni rho bərabərdir konstant olacaq. Rho bərabərdir konstant. Kütləyə də gəlir, kütlə də m bərabərdir rho v-dir. Rho sabitdir baxırıq v-yə. Bizə də burada soruşur ki, izotermik sıxılma. Sıxılmada da nə olur? V azalır. Qısaca v azalırsa, kütlə azalmış olur. Yəni qısaca kütlə azalar. Deməli, cavabımız olacaq kütlə azalar və rho da dəyişməz. Yəni cavabımız olacaq C variantı. İndi keçək növbəti suala. Növbəti sualımızdan 42-ci sualın daməyə defleksiya qəfəsinin periodu nə qədər olmalıdır ki, onun üzərinə tezliyi 6 və 10-14 Hertzon işıq düşdü, alınan maksimum ən böyük tərtibi 4 olsun. Əgər maksimum deyirsə, burada sinus 90, yəni qısaca alfa 90 dərəcə olur və sinus 90 alır 1. Düstumuz da var, D sinus alfa bərabərdir K lambdaya. Deməli, biz bilirik ki, sinus 90 bilsə, alınır buradan nə? D bərabərdir K lambda. Bunu buradan bildik. K lambda. İndi lambdanın bir düssu var. Deməli, S bərabərdir lambda və mən buradan lambdanı tapsam, lambda bərabərdir S bölünsün müyə. Yəni, qısaca biz belə bir düssu alırıq. D bərabərdir K vurulsun S bölünsün mü. Bizdən burada soruşur nəyi? Baxaq, hansı cür düşünə maksimum böyük tərtibi. Yəni, qısaca burada biz defleksiya qəfəsinin periodunu soruşur. Periyodu tapanda deməli K, yəni K nə qədərdir bizə? Maksimum böyük tərtibi 4-dür. Deməli, 4-dür. S 3 və 18-dir. Tezi də 6 və 18-dir. Deməli, yeni yazan nə? Deməli, 4 vurulsun 3 və 18 bölünsün. Müdə nə qədərdir? 6 və 14. Və buradan hesablayanda 4 vurulsun 12 bölü 6 bu bizə verir 2. 2 vurulsun. 18 və 14 qısaya gedir. Qalır burada 13-6. Buradan da alınır nə? Deməli, 2 mikrometr. Çünki 13-6 mikro deməkdir. Deməli, cavabımız olacaq neçə? 2 mikrometr, yəni D variantı olmuş olacaq. İndi keçək növbəti suala. Növbəti sualımızdan davam edir. Tezlik tənzimində dəyişən generatorunda qidalarına dövlən sxemi vermişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni parlaqlıqda gözləyir. Tezliyi azaltdıqda lampanın parlaqlığı necə dəyişir? Biz ilk öncə burada baxaq nəyə? Biz bilirik ki, bu lampa 2-də və bu lampa 2-yə birləşən R rezistoru var. Biz də bilirik ki, əgər lampa rezistora birləşibsə, orada mü dəyişimi olduğu kimi qalır. Yəni bu konstantdır. Bu dəyişim olduğu kimi qalır. Qısaca lampa 2-də dəyişməyəcək, yəni mü olduğu kimi qalacaq. İndi burada baxırıq lampa 1-ə. Lampa 1-də biz bilirik ki, sarğacı, yəni induktivli sarğaca birləşir. Biz də bilirik ki, əgər sarğac varsa, deməli, cərəyan şiddəti düsturu necə hesablanır? U bölünsün, deməli, I bərabərdir, U bölünsün, X-ə düsturu hesablanır. Yəni, onu tapanda U bölünsün, X-ə nədir? Omega L. O da bərabərdir, U bölünsün, omega yeni yazan 2 pi mü vurulsun, elde olduğu kimi qalır. Və bizə də buradan soruşur ki, tezlikləri azaltdıqda, biz də bilirik ki, əgər tezlik azalırsa, cərəyan şiddəti tezliyinə tərs mütənasibətsiz, ona qədər tezlik azalırsa, cərəyan şiddəti artmış olacaq. Ona görə bir lampasında cərəyan şiddəti artar, yəni cərəyan şiddətinin artması da bu arada parlaqlığın artması deməkdir. Yəni qısaca cərəyan şiddəti artırsa, lampa 1-də parlaqlıq artar, lampa 2-də isə cərəyan şiddəti dəyişmədiyi üçün, yəni I bərabərdir
konstant olduğu üçün, yəni dəyişmədici olduğu kimi qaldığı üçün parlaqlıq dəyişməyici olduğu kimi qalacaq. Yəni qısaca lampa 1-də artar, lampa 2-də dəyişməz. Yəni cavabımız olacaq A variantı. İndi keçək növbəti suala. Növbəti suala davam edək. Deməli burada ki, bir üst xətt üzrə hərəkətdən demək iki maddi nöqtənin koordinat zaman asılı qrafiyi vermişdir. Müşahidəyə başlanandan sonraki 400 saniyə sonunda maddi nöqtə arasındakı məsafəni hesablayın. Biz birinci burada iki maddi nöqtənin sürətlərini gəlin hesablayaq. Deməli sürət düsturu əgər düz xətti bərabər sürətdə hərəkətsə, deməli yazılan belə x çıxılsın x0 bölünsün t düstura hesablanır. Birinci buradan mən tapıram V1-i. V1 nədir? V1 deməli budur. Bunun baxıram deməli son koordinat 30-u, başlayan koordinat 0-dır. 30-dan 0-a çıxıram. 30-u böləm neçə? 10-a. Deməli bu bizə verir 3. V2-ni buradan tapanda nə cür tapıram? Deməli son koordinat, yəni 30-dan çıxıram başlanğıc, yəni 60-a. 30 60 bu bizə verir -30. -30-da böləm 10-a eləyir -3. Deməli bu da neçədir? -3-dür. İndi birinci sürət üçün, yəni birinci cisim üçün koordinat düzsün yazıram. Deməli x0 plus v0 xt o da bərabərdir neçəyə? Deməli x0 bizə nə qədər verib? Deməli birinci koordinat üçün baxırıq. 0 olduğu kimi qalır. Deməli V1 3'tü, yəni qısaca 0 plus V1 3'tü, vurulsun t ilə nə qədər? 4'tü. 3'ü 4'ə vuram. 12 12 üstədə 0 gəldi, eləyir 12. Bunu tapdıq. İndi keçirik ikincisine. X2 ilə buradan tapanda, demək x0 yəni başlanğıc koordinat bizdə 60'dır. Yeni yazdım 60. Çıxılsın. V1 -3'tür. 3 yazdım bura. Vurulsun. T'də 4'tür çünki 400 saniyədə soruşur. 3 vurdur 12, 60'dan 12 çıxanda bu bizə verir 48. Bizə də buradan soruşduğu şey nədir? Deyir ki bizə matinin nöqtə arasındakı məsafə. Matinin nöqtə arasındakı məsafədə x2 çıxılsın x1'dir. Yəni x2 bizdən nə qədərdir? 48. Çıxılsın x1 nə qədərdir? 12. 48'dən 12 çıxanda bu da bizə verir 36 metr. Yəni cavabımız olacaq burada neçə? 36 metrə bərabər olmuş olacaq. Yəni D variantı olacaq. İndi keçək növbəti suala. Növbəti sualına davam edək. Cisimə yeni hərəkət qrafikləri vermişdir. Hansı cisimlərlə bağlı hesablama sistemi ətalət hesablama sistemidir? Ətalət hesablama sistemi o deməkdir ki, yəni ya cisim sükunətdə qalmalı, ya da ki düz xəttə bərabər sürətdə hərəkət etməlidir. Burada da baxıram nədir? Deməli birinci qrafik olar çünki sükunət alınır, çünki x dəyişimi, koordinat dəyişimi olduğu kimi qalır. İkinci hərəkət düz xəttə bərabər sürətdə hərəkətdə bunu götürə bilərik 1 2. Bir də 4-ü götürə bilərik çünki VT-dən düz asılıdır. Düz asılı deyil, daha doğrusu VT-dən asılı deyil. Yəni konstantdır. V konstant olanda da düz xəttə bərabər sürətdə hərəkətdə olur. Yəni burada qısaca cavab 1 2 və 4 olmuş olacaq. İndi keçək növbəti suala. Növbəti sualla davam edək. Deməli burada bizə deyir ki, çevir üzrə bərabər sürətə hərəkət edən cisimlərin mərkəzləşmə tərcihini çevirən radiusun asılı qrafiyi vermişdir. Bucaq sürətinin diaqramın müxtəlif nöqtələrinə uyğun qiymətlər arasında hansı münasibətli doğrudur. Biz ilk öncə gəlib mərkəzləşmə tərcihini düzsün yazaq. Omega kvadratı R düzsün hesablanır və burada mən omeganı tapsam, omega bərabərdir kök altı A bölünsün R-ə. Mən bilirəm ki, omega A-dan düz asılı, yəni kök altı düz asılıdır və bizdə bir qayda daha var ki, əgər qrafik xətti hansı, yəni qrafik xətti A-ya yaxındırsa, həmin o kəmiyyət, yəni mərkəzləşmə tərcihi, daha sonra bucaq sürəti daha da böyük olmuş olur. Deməli, mən buradan ilk öncə 1-3 nöqtələrindən bir qrafik xətti çəkirəm, bir də 2 nöqtəsindən bir qrafik xətti çəkirəm. Mən görürəm ki, 1 və 3 nöqtələr eyni qrafik xəttin üzərində olduğu üçün burada omega 1, omega 3-ə bərabərdir. Bunu buradan yazdım. Amma 2-dən keçən qrafik xətti A-ya daha çox yaxın olduğu üçün biz də demişdik ki, omega A-dan düz asılıdır. Yəni qısaca qrafik xətti A-ya yaxındırsa, yəni hansı qrafik xətti A-ya daha çox yaxındırsa, onun bucaq sürəti daha da böyük olmuş olur. Ona görə 2 qrafik xətti A-ya daha çox yaxın olduğu üçün onun bucaq sürəti daha da böyük olmuş olacaq. Ona görə omega 1 bərabərdir omega 2, o da kiçikdir omega 3-dən. Deməli, daha doğrusu bağışlayın bir dəqiqə. Omega 1 bərabərdir omega 3, o da kiçikdir omega 2-dən. Deməli, cavabımız o zaman omega 1 bərabərdir omega 3, o da kiçikdir omega 2-dən. Yəni B variantı olmuş olacaq. Növbəti sualımızda 47-ci sualnamə. 2 volts mənfi 26 kg kütlə olan yük yüzəyici induksiyası 20 mm test olan bir maqnitizasiyasının induksiya xəttləri perpendikulyar istiqamətdə 1.6 və 10.5 metr bölü saniyə sürətdə sahəyə daxil olur. Zəricin cızı çevirən radiusu 50 sm olarsa, onun yükün qiymətini də hesablayın. Belə bir düsturumuz var. NV bərabərdir QBR düsturu. NV bərabərdir QBR. Mən buradan Q'nu tapmış olsam bizə nədir burada? Yükün qiyməti. Aha, Q'nu buradan tapmış olsam NV bölünsün BR yaza bilərəm. NV bölünsün BR. O da bərabərdir. M bizə nə qədərdir? M bizə verir 2 volts mənfi 26. Deməli yazdım buraya 2 vuraq 10 mənfi 26. 26 vurulsun. V nə qədərdir bizə? Demək 2 volts V nə qədərdir? 1.6 və 10/5. Demək yazır bura 1.6 vuraq 10/5. 10/5. Bunu da buradan yazdıq. B nə qədərdir bizə? Deməli 20 mT, yəni 20 belə yazır 2 və 10/. Dəqiqə 20 mT. Aha 2 vuraq 2 volts mənfi 2 şəklində yaza bilərəm. Vurulsun. Deməli cızı çevirən radiusu 0.5. Bunu da buradan yazmış olduq. İndi 2 0.5 bundan gedir qalır burada 1. 2 ilə 1 1.6-ya vuranda bu bizə verir 3.2.
Burada da alınan neçə? 10 üstü mənfi 19. Deməli cavab olur 3.12 vuraq 10 üstü mənfi 19. Yəni cavabımız olacaq burada neçə? Baxır 3.2 vuraq 10 üstü mənfi 19 kolon, yəni Y variantı olmuş olacaq. Növbəti sual daimiyə şəqli laboratoriya məşğələsinin sürtünmə misalını müəyyən etmək üçün cədvəl qurulmuşdur. Cədvəldəki boş xanaya dayanan reaksiya qüvvəsinin hansı qiyməti yazılmalıdır? Burada dayanan reaksiya qüvvəsi F sürtünmə, yəni sürtünmə qüvvəsi var. Sürtünmə misalını tapanda sürtünmə misalı bərabərdir. Deməli F sürtünmə bölünsün indi və bu sabit qəmətdir, yəni dəyişmir. F sürtünmə nə qədərdir? 0.4 və 2. Deməli yeni yazdım 0.4 bölünsün 2 və buradan da alınan neçə? 0.2 qiyməti buradan alınmış olur. Deməli digər xanlarda da yəni sürtünmə misalı dəyişməyəcək. İndi buradan baxıram nəyə? 0.8-in 4 olan nisbəti də bizə 0.2 verir. Onda mən 1.2-ni neçə bölməliyəm ki, bu bizə 0.2 versin? Deməli mən bunu 6-ya bölməliyəm ki, 0.2 versin. Yəni cavabımız olacaq C variantı, yəni 6 olmuş olacaq. İndi keçək növbəti suala. Növbəti sualımızdan 49-cu sualdan davam edək. Kütləsi 1.5 ton olan avtomobil 10 metr bölü saniyə sürətlə 50 radiusu 20 metr olan qaba körpü üzərində bərabər sürətlə hərəkət edir. Körpünün tam ortasına avtomobil ona hansı qüvvə ilə təsir edər? Biz ilk öncə burada baxırıq nəyə? Birinci bizə burada qabarıq körpü verir və biz də bilir ki, qabarıq körpüdə təcil həmişə aşağı istiqamətdə, yəni mərkəzə doğru yönəlir. Ona görə təcil mərkəzə doğru yönəldiyindən biz buna F-i tapsaq, F bərabər daha sonra həm də qüvvəni tapsaq, yəni belə deyək, çəkini tapsaq, deməli P bərabərdir N vurulsun J minus A-ya. Bunu da tapanda belə tapırıq, N vurulsun, deməli J minus A-nı yeni yazır, V kvadrat bölünsün R. V kvadrat bölünsün R üstünü yazıram. Mən buradan 1-1 açacağım. Deməli M nə qədərdir? 1.5 ton, yəni yazılan burada 1500 vurulsun. J 10'dur, çıxılsın. V bizə nə qədər verib? 10. Deməli, onun kvadratı 100. 100 də bölü neçəyə? 20'ye, yəni R-ə. Onda deməli, alınır 100 bölünsün 20. Deməli, 120'ye bölərəm 5. Ondan 5 çıxaram 5. 5'də vururam neçəyə? 1500'ə. 5 vurulsun 1500. Buradan da alınır neçə? 7500 Newton. 7500 Newton da nəyə bərabərdir? 7.5 kN-a bərabər olmuş olacaq. Yəni burada cavabımız olacaq 7.5 kN, yəni B variantı olmuş olacaq. İndi sən növbəti sualına davam edək. Vermiş kütləli bir atomlu ideal qazın diaqramının K nöqtəsinə uyğun olan halda təzyiqi 20 kilopaskaldır. Qazın N və N nöqtəsinə uyğun olan halda təzyiqini müəyyən edin. V qazın həcmi T mütləq temperatur bölgə arasındakı məsafədə eynidir. Biz ilk öncə burada baxın nəyə? Biz görürük ki, bu T idi, bu da V idi. Deməli bu temperatur, bu da həcm. Mən ilk öncə buradan K-dan M-ə baxıram. K-dan M-ə baxanda görürəm ki, bu düz xətt. Yəni T V-dən düz asır. Yəni T də eyni qədər artır, V də eyni qədər artır. Demək isə eyni qədər artırsa, deməli burada P bərabərdir konstantdır. Biz də bir ki, P bərabərdir konstantsa və K da M, ikisi də eyni xətt üzərində yerləşdiyi üçün K-da olan 20 kilopaskalsa əgər, deməli M-də olan da nə qədərdir? 20 kilopaskala bərabərdir. Bunu buradan bildik. İndi biz buradan baxırıq ikinci qrafikə, yəni M və N arasında olan qrafikə baxırıq. Görürük ki, burada M-in xətti V oxuna perpendikular. Perpendikular isə deməli V bərabərdir konstantdır. Biz də bilik ki, V bərabərdir konstantsa PT ikisi də bir-birinə düz mütənasib olmuş olur. Yəni P azalsa T də azalır, P artırsa T də artmış olur. İndi burada görürəm ki, mən deməli, gəlin ilk öncə burada biz bölgə gəlini əlavə edək. Deməli, burası olsun 1, burası olsun 2, burası olsun 3, burası da olsun 4. Görün ki, M nöqtəsinə uyğun temperatur 4'dür, N nöqtəsinə uyğun temperatur da 2'dir. 4'dən 2'yə neçə dəfə azalıb? 2 dəfə. Onda belə ki, təzyiq də 2 dəfə azalmış olacaq. Yəni 20 bölü 2'yə edir neçə? 10. Deməli, N nöqtəsinə uyğun olan nə qədər olacaq? 10 kilopaskal bərabər olmuş olacaq. Yəni, qısaca burada cavabımız olacaq. M halında 20 kilopaskallı təzyiq, N halında isə 10 kilopaskal bərabər olmuş olacaq. İndi keçək növbəti suala. Növbəti sualımıza, yəni 51-ci sualdan beri hansı ifadə maqnisiyenin vahidinə uyğundur? Maqnisiyenin iki dənə düstur var. Fi bərabərdir, Eli düstur var. Eli. Bir də epsilon bərabərdir, delta fi bölünsün delta t düsturu var. İndi buradan baxalım nəyə? Fi Elidirsə, Elin vahidi nədir? Henry'dir. İ'nin də vahidi nədir? Amperdir. Henry var, amper. Henry var, amper burada olduğu üçün deməli bu maqnisiyenin vahidinə uyğundur. Deməli biri götürülür. Biri götürülür. İkincisine baxaq, ikincisine 10 vuran metrdir. Bu xüsusi müqavimətin vahidi ona görə bunu götürmür. Bir də var burada volt vuraq saniyə. Volt vuraq saniyə biz bunu tapa bilərik. Yəni tapma da olsa vahidini çıxarır. Delta fi bərabərdir. Deməli epsilon vurulsun T'yə. Epsilon vahidi biz bilik ki, epsilon gərginlik və gərginlik vahidi voltdur. T də nədir? Zaman da vahidi saniyədir. Volt vuraq saniyədə əkrəndə maqnisiyenin vahidinə uyğundur. Ona görə biz buradan volt vurulsun saniyəni götürə bilərik. Yəni cavabımız burada olacaq 1 və 3. C variantı. İndi keçək növbəti suala. Növbəti sualına verir. Sükunətdəki nöqtəyə yüklər arasındakı kulon qüvvələrin modulları üçün hansı münasibətdir doğrudur? Biz bilik ki, ümumiyyətlə, iki cisim, ümumiyyətlə, iki yük və yaxud da iki cisim fərqi yoxdur. Əgər bir və qarşılıq təsirdə olursa, ona təsir edən qüvvələr həmişə bir-birinə bərabərdir. Bu Newton 3-cü qanundur. Bunu yadda saxlayın. Yəni, qısaca F1 bərabərdir, F2 olmuş olacaq və cavabımız burada olacaq nə? A variantı.
İndi keçək növbəti sualımıza. Növbəti sualımıza davam edək. Hamur reaksiyanın gəldi rəqəsinin amplitudunun xarici qüvvənin tezliyini asılı qrafiki verilmişdir. Əgər yükün kütləsi 100 qram olarsa, rezonans anında qüvvənin qiymətini hesablanır. Rezonans anometrik qüvvəyə F bərabər M üstünə hesablanır. Bunu buradan samız bilirik. M vurulsun, A nədir? A-nın belə bir düzü var tərcihində. Omega kvadratı vurulsun R. Həm bu düzü mən buraya yazıram. Omega kvadratı. İndi R-də rezonans anında XM, yəni omega kvadratı XM. O da bərabər M vurulsun. Omega nədir? 2 pi mü. Onun da kvadratı 4 pi kvadratı. Mü kvadratı vurulsun nəyə? XM-ə. O da bərabərdir. İndi M bizə nə qədər verir burada? 100 qram. Deməli olur 0.1. Yəni burada hesablasa 0.1. Vurulsun, 4 vurulsun, pi kvadratı 10'dur. Buradan sonra bildik. Mü de hesablamaq üçün nə edirik? Deməli, qrafikin ən maksimum olan nöqtəsinə baxırıq. Ən maksimum olan nöqtə budur və maksimum nöqtəyə olan tezliyi 2 olduğu üçün deməli burada götürürük 2 tezliyi. Deməli, tezliyi olur 2 və 2'nin kvadratı olur neçə? 4 vurulsun. XM nə qədərdir? Burada baxırıq, maksimum nöqtəyə olan XM də isə burada verib 50 cm, yəni 0.5 metr. Yəni, buraya da yazın neçə? 0.5 metr. Vurulsun 0.5 metr. Deməli, 0.1 vur 4, 0.4, 0.4 10'a vuram 4, 4'ü 4'e vuram 16, 16'ını da vuram neçəyə? Bir dəqiqə, 0.1 vur 4, 0.4, 0.4, 10'a vuram 4, 4'ü 4'e vuram 16, 16, 0.5'e vuram. Bu bizə verəcək 8. Deməli, cavabımız burada 8 cm. 8 cm olmuş olacaq. İndi keçək növbəti sualımıza. Növbəti sualımızdan davam edək. Ampermetrin göstərişi nəyə bərabərdir? Bizdən bunu soruşur. Biz ilk öncə bilirik ki, bu 4 ohmdan 8 ohm bunlar birində paralel birləşdirir. Paralel birləşdirmədə biz bilirik ki, gərginlikdə bərabər, yəni bura U-dursa, burası da U-ya bərabər olmuş olur. İndi buradan 2 amper cərəyan şəddəti keçirsə, bu buna aiddir. Onun 2'nin 4'ə vuran burada olar 8 volt. Əgər burada 8 voltsa, deməli burada da 8 voltdur. Onda buradan keçən cərəyan şəddətini tapsam, 8'i bölərəm 8'e, deməli burada eləyər 1 amper. Biz də bir ki də deməli buradan 1 amper cərəyan şəddəti, buradan da 2 amper cərəyan şəddəti keçir. Və buradakı yəni amper metrində olan yekun cərəyan şiddətdə həm bu cərəyan şiddəti yəni 2'nin 1 olan cəbr cəmlə bərabərdir. Yəni qısaca A bərabər olacaq 2, yəni buradan keçən cərəyan 2 plus bir də bu 1. 2 ilə 1 toplayalım yer 3 amper. Yəni cəmimiz olacaq burada 3 amperə bərabər olmuş olacaq. Növbəti sualına davam edək. Reaks konusundakı maqnit enerjisinin elektrik sahəsinin enerjisi qrafiyi verilmişdir. A nöqtəsinə uyğun anda sadəcə cərəyan şiddətinin ani qiyməti maksimal qiymətdən 2 dəfə az olarsa, bu vəziyyətdə elektrik sahəsi enerjisini hesablayın. W tam nəyə bərabərdir? W tamı yazsaq L maksimalın kvadratı bölünsün 2-dir. İndi bizə soruşur ki, ani qiyməti maksimal qiyməti 2 dəfə az olanda I bərabərdir maksimal bölünsün 2 yaza bilərəm. I maksimal bölünsün 2. İndi bu I maksimal buradan tapsam I maksimal bərabər nəyə? 2'yə. Bu I maksimal bərabər 2'nin yerinə, daha sonra bu I maksimal yerinə bu 2 ifadəsini yazıram. Olur nə? Deməli L vurulsun, yəni 2'nin kvadratı bölünsün 2. Demək 2'nin kvadratı 4'ü 2'ye bölündü. Bu edir 2 L kvadratı. Mən də bunu belə yazsam. 2 vurulsun L kvadratı bölünsün 2 şəklində. Daha sonra 4 vurulsun L kvadratı bölünsün 2. 4'ün 2 x'ə gələni yenə qalır burada 2 L kvadratı. Onda bu nəyə bərabərdir? Biz də bir ki buradan W maqnitin özü nəyə bərabərdir? L kvadratı bölünsün 2'yə bərabərdir. Onda mən bu yeni yazsam W maqnit. Olur neçə? 4 W maqnit. Onda belə bir ifadə alınmış olur. W tam bərabərdir 4 W maqnit. Yəni W tam bərabərdir 4 W maqnitə. Və mən buradan W maqniti tapmış olsam, o nəyə bərabərdir? W tam bölünsün 4'ə. W tam yəni option maqnit sahəsi nəyə bərabərdir? Yəni ümumi maqnit sahəsi 100'ə bərabərdir. Ona görə mən bunu yeni yazsam 100. Deməli mən burada yeni yazsam 100. 100'ü bölən şey 4'ə. 100'ü 4'ə böləndə bu bizə verir 25. W elektrik də nəyə bərabərdir? W elektrik də W tam yəni tam enerji çıxılsın W maqnitə bərabərdir. Onda mən W tamla yəni 100'dən çıxıram nəyi? W maqniti yəni 25. 100'dən 25'e çıxanda bu bizə verəcək 75. Və cavabımız olacaq neçə? 75 millijoule. Cavabımız olacaq 75 millijoule-a bərabər olmuş olacaq. İndi keçək növbəti suala. Növbəti sualın daminə hansı ifadədə doğru beta mənfi çevirmə zamanı? İlk öncə deməli burada bir x zeta nümunəsi yazar və bu beta mənfi çevirməyə burada uğrayır. Beta mənfi 1. Deməli burada nə alınır? Bir elektron mənfi 1 0 elementi alınır. Bir də plus hər hansı biz belə desək y elementi alınır. İndi burada baxırıq nəyə? Burada ilk öncə deməli kütlədən saxlama qanunu ödənilir. Yəni qısaca protonlar sayı digər tərəfdə olan protonlar sayına bərabər olmalı. Yəni burası olur z plus 1. Kütlədə dəyişim olduğu kimi qalır. İndi kütlədə bir yana nədir? Nöqtələnan sayı deməli. İndi burada baxırıq nəyə? Nöqtələnan sayı dəyişimi düzdür. Çünki kütlədə dəyişmədiyi üçün nöqtələnan sayı dəyişmir. Ümumiyyətlə kütlələ və nöqtələnan sayı bunlar eyni anlayışlar. Ona görə biri götürürük. Bir də ki protonlar sayı 1 var da artır. Bəli. Çünki z protonlar sayı ilk başta z idi, sonra oldu z plus 1. Protonlar sayı 1 var da artmış oldu. Deməli 2 ilə buradan götürürük. Protonlar sayı 1 var. Protonların sayı
1 var. Yox, bir dəqiqə uşaqlar, mən burada çaşdım. Bir dəqiqə. Burada 1 və 3-ü götürürük. Cavabımız olur. Burada 1 və 3. Nöqtələrə sahib 1 vadə artırır, 2 səhvdir. Protonlara sahib 1 vadə azalır, 4 də səhvdir. Cavab burada olacaq 1 və 3. İndi keçelim növbəti suala. Növbəti sualda deyir ki, uyğunluq dilini müəyyən edin. Elastik deformasiya zamanı verilmiş çubuğu deformasiya etdiyici qüvvənidir. 2 dəfə artırdıqda deyir hansılar dəyişər. Yəni hansılar deyir nə cür dəyişir. Biz ilk öncə burada baxırıq sərtliyə. Sərtlik nədir? Sərtlik K-dır. K da bərabər S bölünsün S0-dır. Sadəcə bu kəmiyyətlərdən hansıdır? Burada da F olmadığı üçün K dəyişməz olduğu kimi qalır. Yəni qısaca 1-ə gələcəyinə Y variantı yəni dəyişməz. 2-yə baxırıq bir mexanik gərginlik. Mexanik gərginlik sigma bərabərdir. F bölünsün S-dir. Biz də bilir ki, sahə sabitdir. Deformasiya etici qüvvəni 2 dəfə, yəni bunu 2 dəfə artıranda, deməli bu da 2 dəfə artmış olacaq. Ona görə 2-yə cavab olacaq nə? 2 dəfə artar. 2 dəfə artarlar da var, A variantına var. 2 A variantı getdi. 3-ə baxırıq. 3-də potensial enerji. Potensial enerji biz də bilir ki, Y potensial bərabərdir. Məsələn, yaza bilərik. F kvadrat bölünsün 2K-nı yaza bilərik. Biz də buradan bir ki, K sabitdə olduğu kimi qalır. F-də Y potensialı F-dən kvadrat göz asılı. Bu 2 dəfə artırsa, kvadrat 4 dəfə artır. Onda bu da 4 dəfə artmış olacaq. Deməli, onda belə çıxır ki, potensial enerji də 4 dəfə artar. Yəni buna da gələcək C variantı. Deməli olacaq 1-ə Y, 2-yə A, 3-də C variantı olmuş olacaq. İndi keçək növbəti sualımıza. Növbəti sualımızdan davam edirik. Termos müəyyən temperatura qədər qızdırdıqda voltmetr və ampermetrlərin göstərişini nə cür dəyişər? Müvafiq üsulları istifadə edərək cavabımızı əsaslandırın. Biz ilk öncə burada bilirik ki, bu termosor, yəni bu yarım keçici cihazdır. Yəni bu yarım keçici cihaz, yəni bu termosordur. İndi biz termosor demək var. Burada dedik ki, bizə temperaturu dik qızdırdıqda biz də bir ki, yarım keçici cihazda, ümumiyyətlə yarım keçici cihazda belə bir şey var ki, müqavimət temperaturla tərs mütənasibətidir. Ona görə əgər temperatur artırsa, deməli müqavimət azalmış olacaq. Bunu buradan bildik. İndi bu bir. İkincisi, amma bizə ümumi müqavimət lazımdır. Deməli, ümumi də nəyə bərabərdir? Biz bilirik ki, əgər bunlar ardıcıl birləşibsə, deməli ardıcıl birləşmədə bu müqavimətlər nə olur? Toplanır. R1 plus R2. R1 müqavimət dəyişimi olduğu kimi qalır. Yəni bu R dəyişimi. R2 də isə temperatur artdığı üçün müqavimət azalır. Ona görə R2 azalır və R2 də azaldığı üçün opşi cəryan, yəni R ümumi də azalmış olur. I, yəni opşi cəryan nəyə bərabərdir? I bərabərdir epsilon bölünsün R plus kiçik yerə bərabərdir. Deməli, epsilon bölünsün R plus kiçik yerə bərabərdir. Və buradan da biz bilirik ki, əgər ümumi müqavimət azalırsa, burada da azalmış olur və biz də bilir ki, I R-dən tərs asılır, yəni qısaca cəryan şərti artmış olur. Deməli, ümumi dövrdə olan cəryan şərti nə olur? Artmış olur. Bunu biz buradan bilirik. Yəni cəryan şərti qısaca artar. A artır. İndi biz burada baxırıq nəyə? Və buradakı voltmetrlə göstərişdir nə cür dəyişir? V1 voltmetr üçün yazsaq, düzsüz yazsaq, U1 bərabərdir. Deməli, I vurulsun R-dir. Biz bilirik ki, buradakı cəryan şərti daha sonra burada müqavimət sabitdir. Çünki R-dir. Çünki biz bundan heç nə eləməmişik. Ona görə R sabitdir və biz də bilirik ki, cəryan şərti artır. Yəni I artırsa deməli U1 də artmış olacaq. Qısaca U1 artır. Deməli, buraya yazılan nə? U1 artmış olur. İndi opşi gərginliyi də nə olur? Dəyişmir. Çünki U bərabərli konstantdır. Əgər U1 artırsa, deməli U2 də azalmalıdır ki, U1 ilə U2-ni toplayanda bu bizə U bərabərli konstant vermiş olacaq. Ona görə U2 də azalmış olacaq. Yəni qısaca olaraq belə desək, yankıcı cihazlarda temperatur artırsa müqavimət azalır və R-ümumi də R1 plus R2-nin cəbr cəmlə bərabər. Çünki ardıcı birləşdirilib və R2 əgər azalırsa, demək R-ümumi də azalmış olur. Çünki müqaviməti azalır. I də bərabərdir epsilon bölünsün R plus kiçikdir ümumi dövrədə. Və buradan da biz bilirik ki, müqavimət azalırsa cəryan şərti artır. Cəryan şərti deməli artır və hər bir üçün gərginlik düsturunu yazsa, yəni hər bir cihaz üçün gərginlik düsturunu yazsa, deməli U1 bərabərdir I vurulsun R-dir. Daha sonra birincisi üçün U1 bərabərdir I vurulsun R-dir və biz də buradan bilirik ki, cəryan şərti artırsa gərginlik artır və ümumi gərginlik də sabit olduğu üçün əgər birinci hissədə cəryan şərti artır, daha sonra gərginlik artırsa, ikinci hissədə gərginlik azalmalıdır ki, o bütün yəni opşi gərginlik, yəni ümumi gərginlikdən cəbr sabit qalsın. Ona görə də U1 artar, U2 azalar. Yəni qısaca belə olacaq cavabımız. I artar, U1 gərginliyi artar, U2 gərginliyi isə azalar. İlk növbəti suala. Növbəti sualdan beri yer səthinin şarjı yuxarı atılma cismin sürətinin prosesinin zaman asılı qrafiq vermişdir. Cismin maksimum öncülüyə qalxma müddəti saniyə ilə deyil hesablanır. Biz ilk öncə burada nə edirik? Birinci şarjı yuxarı atılmada isə sürət düzünü yazılır. V bərabərdir. V sıfır çıxılsın JT düzsü bu hesablanır. V son sürət nəyə bərabərdir? Mənfi 20. Ona görə yeni yazılır. Mənfi 20 bərabərdir. V0 tapmalıyam. V0 çıxılsın. J nə qədərdir? 10. T də nə qədərdir? Baxırıq. Düzdür. Televiziyasına burada verilməyir. V bərabərdir. Yox. T-ni buna görə tapılır 6 saniyə. Deməli yazılır bura 6. Onda belə yazılır. Mənfi 20 bərabərdir. Deməli bərabərdir. V0 çıxılsın 60'a. İndi bir şey var ki, mən nəydən 60 çıxsa mənfi 20 eləyər. Deməli 40-dan 60 çıxsa mənfi 20, yəni qısaca V0 40 metr bölü saniyə yaza bilərəm. Tek qalxma da tapanda tek qalxma da biz bilirik ki, V0 bölünsün J'dir. Yəni qısaca burada 40'ı bölürük 10'a, 40'ı da 10'a böləndə nə qədər eləyir?
nə qədər edir? 4 saniyə eləmiş olacaq. Ona görə maksimum dövrə qalxma müddəti, yəni T qalxma 4 saniyəyə bərabər olmuş olacaq. İndi keçək növbəti sualımıza. Deməli, son sonlandırmaya vermiş ki, bir atom ideal qazın üzərində gedən prosesdə qaz 100 kJ istilik miqdarı almışdır. Qazın sıfırın nötr temperatur asılı qrafikinə əsasən koordinat nöqtələri üzərində uyğun qiymətləri göstərməkdə onun gördüyü işin istilik miqdarının asılı qrafikini bizdən soruşur. Demək ki, biz burada baxırıq qrafikə, görürük ki, burası deməli, bu rho-dur, bura T-dir. Rho T-dən nə cürsüdür? Tərs mütənasib asılıdır. Biz ikinci təzyiq düzsün yazaq. P bərabərdir rho RT, rho RT bölünsün. Mən buradan rho-nu tapmış olsam, rho bərabərdir PM bölünsün RT. Bunu buradan tapdıq. İndi rho T-dən tərs mütənasibi asılıdır. Bu nə vaxt olur? P bərabərdir konstant olan halda. P bərabərdir konstant olan halda. Çünki biz bilik ki, M də sabitdir, R də sabitdir. Deməli, P konstantsa rho T-dən tərs mütənasib asılı olmuşdur. Deməli, bu hansı prosesdir? İzobar prosesdir. Yəni, P bərabərdir konstant olan halda bu uyğundur. İndi burada bizə deyir ki, burada qazın gördüyü işin deyir, istilik miqdarını asılıdır. İlk öncə bizə nə qədər deyir? 100 kJ istilik miqdarı var. Biz dedik ki, əgər Q 100 kJ olsa, yəni 100 kJ ilə bərabərsə, deməli, A ştrix olur 0.4 Q, yəni görülən işin 40% qazın gördüyü işə və delta O da bərabər olur 0.6 Q, yəni görülən işin 60%-də daxil enerjinin dəyişməsinə sərf olunur. Onda bəlkə ki, bu olacaq 40 kJ, deməli 40 kJ, bu da olacaq neçə? 60 kJ. Amma bizdən burada nəyi soruşur? Yəni diqqətli bir şəkildə baxın. Bizə soruşur, deyir ki, burada qazın gördüyü işin istilik miqdarının asılılığı. Deməli, biz burada tapırıq nəyi? A ştrixin dəqiqə. Deməli, A ştrixin nəydən asılı qrafiki? Q-dən asılı qrafikini bizdən soruşur. Deməli, buraya yazım mən kilojoule buraya yazım. Buraya da yazım kilojoule. Aha. Deməli, asılı qrafikin qurmaq üçün nə edirəm? Buradan belə bir düz xətt çəkər. Deməli, Q nə qədərdir? 100 kJ. Deməli, buraya yazıram. 100 kJ, 100. Bu da nə qədərdir? 40 kJ su. Bu qədər sarı. Yəni, qısaca burada biz qrafiki çəkirik. 40 ilə 100-ü burada qeyd edirik. Buraya Q yeni yazılır kJ və buraya da A ştrix və yeni yazılır kJ və buradan da qrafikimizi tapmış oluruq. Belki dostlar videomuzun sonuna gəldik. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videolarla davam edirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Hər birinizi çox sevirəm. Hamınıza uğurlar. İnşallah yüksək və çox yüksək nəticələrlə gələrsiniz. Sağ olun, salamatçılar qalın.